Salam hörmətli izləyicilərim. Bugün belə bir naxış toxunmasını göstərirəm. Bu da çox asan toxunan bir naxışdır. 4 ilməkdən əmələ gələndir. 3 tərs, 1 düz. Yəni başqa heç bir burada dəyişiklik olmur. Ancaq tərs düz ilməklərdən əmələ gəlir. Mən rezinkas hissəsini də 1 tərs, 1 düz yığmışam. Burada da ilməklərdəki 4-4 artırırıq da 2 də kənar ilmək. Belə. Sapımdakı 100 qramlıq 250 metrəlik sapdır. Bunun üçün belə bir milimi götürürəm. Üstünə bir 20 ilmək yığacağım. Formada 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 ilmek. Şimdi buradan ipimi bağlayıram. Mən indi rezinka toxuyan deyiləm. Kim istəyir rezinka toxuya bilər. Şimdi buradan mən birinci ilməni götürdüm tərs. İkincini burada bir tərs, bir düzdür. Düzü toxumadım, götürdüm. Tərsi toxudum. Düz ilməni toxumadan götürdüm. Rezinka hissəsini belə toxumuşam axıra qədər. Kim necə istəyir elə də toxuya bilər. Mən orada toxuduğumu göstərirəm burada. Tərsi toxudum, düzü götürdüm. Kənarda tərs toxudum. Tərs üzdən bir tərs, bir düz toxuyuram hamısını. Tərslər tərs, düzlər də düz. Formada. İndi bir sıra yenə toxuyacağım. Tərsi götürürəm düz üzdən. Yenə düzü toxumuram. Düz üzdən düzləri toxumuram, tərsləri toxuyuram. Arxa üzdən tərsi tərs, düzü də düz toxuyuram. Bu yüzden yenə tərsi tərs, düzü də düz.
Belə. İndi düz üzlərini daha toxumayacağım bu formada. İndi düz üzündən birinci ilməni belə götürürəm. 3 tərs toxuyuram. 1, 2, 3. 1, 2, 3. Kənar ilmənlə bir yerdə toxudum. Düzü toxumuram. Yenə burada 1, 2, 3 tərs toxudum. Düzü toxumadım. 1, 2, 3 tərs. Bu düzü toxumadım. Axıra qədər bu formada toxuyuram. Yenə düzü toxumadım. 2, 3. Bunu da tərs toxudum. Arxa üzdən yenə birinci ilməni götürdüm. 3 tərs. 1, 2, 3 tərs. 3 düz. Tərs üzdən 1 tərs. 3 düz. 2, 3. 1 tərs. 3 düz, 1 tərs. İndi bir sırada toxuyacağım. 2, 3 tərs. Düzü götürdüm. Yenə 3 tərs. Düzü götürdüm. Bu toxum aldı. Ancaq düz üzdən götürürəm. Arxa üzdən toxuyuram həmin ilməni. Tərs üzdən yenə kənardakı ilməni götürürəm. Toxumuram. 3 düz. 1, 2, 3 düz. Toxumadığım ilməni tərs toxuyuram. Yenə 1, 2, 3 düz. Toxumadığım ilmə. Bunu bu yüzden tərs toxuyuram. 2, 3. Düz, 1 tərs. 2, 3. Düz, 1 tərs. Formada bir belə toxunuş alınır. Toxunması çox asandır. Nəyə istəsiniz də toxuya bilərsiniz. Jilet, jaket, papaq. Uşaq üçün, böyük üçün fərqi yoxdur. Formada belə bir naxışa alınır. Sağ olun. Gələn videomda görüşənə qədər.